Bismillah, elhamdülillah, ve salatu ve selamu ala şerefil enbiya ve seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn, amma ba'd. Deməli, bayramlaşma haqqında, yəni sual ortalığa çıxır ki, bayramlaşma nə vaxt olmalıdır? Məğrib namazı qılındıqdan sonra, yəni məğrib namazı girdikdən sonra, məğrib vaxtı və ya sabahsı günü bayram namazı qılındıqdan sonra. Çünki bəzi insanlar məğrib artıq gün girdikdən sonra bir-birlərinə təbrik məktubları, təbrik sözləri göndərirlər. Və bəzi insanlar da bayram namazını qıldıqdan sonra bir-birini təbrik edirlər. Allah sizdən də bizdən də qəbul etsin, bayramımız mübarək və s. bu cürlə ona oxşar ləfslər. Deməli, zahir odur ki, necə alimlər buyurur, sahabələrin həyatına baxdıqda, zahir odur ki, sahabələr bayram namazını qıldıqdan sonra bir-birlərini təbrik edərdilər. Yəni, zahir odur. Amma bəzi insanlar gün girdikdən sonra edirlər bunu və bu da icazəlidir. Nəyə görə icazəlidir? Şeyx Abdurrahman Barrakın bu barədə sözü var. Deyir ki, ət-təhniyyətu bil-id qablə-sələt-id. Yəni, bayramlaşma, namazdan qabaq bayramlaşma. Yəni, bayram namazını qılmamışdan öncə bayramlaşma haqqında da. Əl-əmru fiyhə vasi. Bu məsələ yəni genişdir. Fələ yənbəği təşdid və lazım deyildir burada şiddətə varmaq bu məsələdə fizəlik. Ət-təhniyyətu ədətun həsənə. Bayramlaşma gözəl bir adətdir. Və la yuqalu innə sünnətun. Və ona deyilməz ki, bu sünnətdir. Yəni, bayramlaşma adətdir. Adət məsələləri də geniş olur. Bayramlaşma sünnət deyil. Fəqət sahabələr bunu etdiyinə görə yaxşı olar ki, bayram namazı qılındıqdan sonra təbrikləşmə getsin. Amma kimsə bayramdan öncə, yəni məğrib girdikdən sonra təbrik edərsə, yəni burada da bir problem yoxdur. Düzünü Allah Teala bilir. Allah Subhanahu taala bizə eşitdi faydalanlardan eləsin.